Dəyərli izləyicilərimiz, ideal mənzillər çəkməyə davam edirik. Gecənin bu vaxtı gəlmişik bir yaxın qardaşım. Gözəl bir mənzili var onu çəkməyə. Xırdalan şəhərinin tam mərkəzində, Heydər Əliyev parkının yanında, ikinci mərtəbədə sizlərə Leningrad proyekti 3 otaqdan ibarət, tam təmirli, qismən əşyalı mənzil çəkib təqdim edəcəm. Gördüyünüz evin qonaq otağıdır. İndi isə başlayaq evin əsas giriş hissəsindən və sizlərə xatırladacağım çox şey var bu mənzildə. Ev şəxsi istifadə üçün təmir edilir. Bura evin əsas giriş hissəsidir. Gördüyünüz bu giriş mebeli qalacaq. Tavanı şəxsi istifadə üçün yığılıb. Qardaş, bu evdə xırdapara işlərin hər birinə diqqət edilib. Burada yerləşir hamam və ayaq yolusu. Göstər. Tam təmirli. O gördüyünüz pitminutka hal-hazırda istifadə olunmur. Çünki istilik sistemi də kombidir, yerlərdə isti döşəmədir və isti suyun təhcizi kombi tərəfindən olunur. Burada geniş bir dənə evin yataq otağıdır. Bu pəncərələrə baxıb birdən deyək ki, uqlavoydur. Yox, uqlavoy deyil. Leningrad proyektidir. Bu proyektlərdə balkon belə olur. Buradan da balkona çıxmaq üçün yerdir. Axşamdır deyə göstərmirəm. Dəyərli və izləyicilərimiz, yer parketdir, nəzərinizə çatdırım onu da və özünə ideal mənzil axtaran müştərilərimiz üçün çox gözəl bir fürsətdir. Bir dənə girişdə möhtəşəmliyə baxın. Evin qonaq otağıdır, tam təmirlidir və qismən əşyalı satılır. Burada da ideal bir dənə parka mənzərəsi olan, prospektə baxan evin yataq otağıdır. O yataq otağının pəncərəsi bu hissədən bilirsə, burada balkonlu. Balkonu açıblar, birləşdiriblər evə. Düz prospekt yolu Heydər Əliyev parkının tam olaraq yanında yerləşir. Yenidən qayıtdıq biz evin qonaq otağına və qonaq otağından da keçid eləyəcəyik evin mətbəx hissəsinə. Keçək mətbəxlə də tanış olaq. İsə deməli indiki təmir olunmuş evlərin qonaq otağı boyda bunun bir mətbəxi var. Geniş bir mətbəxidir. Mətbəxin bu hissəsindən, bax bu gördüyünüz hissədən binanın evin balkona çıxmaq mümkündür. Binanın ön hissəsinə və arxa hissəsinə baxan bir mənzildir. Skvaznoydur, binanın ön və arxa hissəsinə baxışı var. Yəni bu skvaznoy nə demək? Yel çəkən bir mənzildir. Bu mənzil üçün heç kondisionerə belə ehtiyac yoxdur. Evdə 2 kondisioner var, onlar qalır. Bəzi əşyalar qalır, bəzi əşyalar çıxarılır razılaşma yolu ilə. İlkin olaraq qiymət təyin olunub 140.000 manat. Real alıcı ilə qiymətdə razılaşmaq olunacaq. Gəlin yerində baxın, qiymətdə razılaşaq. Gecəniz xeyrə qalsın hər birinizə. İnşallah belə bir gözəl ev qismət olsun. Sağ olun.